Vinakur, salam dostlar, siz məndən soruşursunuz, mən də Mixail Laytmandan soruşuram. Budda din yaratmadı, İsa din yaratmadı. Bəs dini kim yaratdı və hansı məqsədlə? Laytman, Buddizm ümumiyyətlə din deyil. Dünyada 3 din mövcuddur. Bunlar Yahudilik, Hristiyanlıq və İslamdır. Buddizm və bütün digər şərq metodikaları din deyil. Onlar öz-özlüyündə mövcuddur. Heç nəyə iddia etmədən, başqasına heç nə zorla qəbul etdirmədən. Vinakur, bəs dini kim yaratdı, hansı məqsədlə? Mixail Laytman, dinlər Kabala elminin egoistik surəti kimi yaradılıb. Din bizə yaxınını özün kimi sev əvəzinə gəldi. Kabala yalnız bu prinsipə, yaxınını sevməyə necə gəlməyi öyrədir. Və bu da həqiqi, daxili yahudilik adlanır. Amma bunu kiçik bir xalqda həyata keçirməyə başlayanda elə alınır ki, sən bütün bunu nəinki həyata keçirirsən, o dəqiqə elə problemlərlə üzləşirsən ki, bu sadəcə olaraq bu qrupu, bu xalqı parçalaya bilir. Ayırır, hissələrə, tikələrə bölür. Vinakur, yaxınını özün kimi sev qanuna doğru gedən yolda. Laytman, bəli. O insanda elə egoistik daxili istəkləri, elə impulsları oyadır ki, tarix bunu Yahudi müharibələri kimi təsvir edir. Eramızdan əvvəl 10-cu əsrdən başlayaraq 10 əsr ərzində orada sadəcə dəhşətli şeylər baş verirdi. Daimi daxili çəkişmələr, qardaş qanı tökülürdü və hər nə qədər buna qarşı mübarizə aparsalar da, yaxınını özün kimi sev səviyyəsində dayanmağa çalışsalar da, gördülər ki, bacarmırlar və buna görə də o vaxt dövləti idarə edən kabalistlər, yəni Süleymanın dövründə, Davudun dövründə və s. Bəli, orada çox hökmranlar olur. Onlar asta-asta bu ali səviyyəni, bu ali tələbi buraxmağa başladılar. İnsan qarşısında bu cür tələbləri bu qədər, yəni yaxınını özün kimi sev səviyyəsində tələbləri irəli sürməmək üçün. Vinakur, yəni insan dözə bilmir. Laytman, bəli. Niyə onlar buna dözə bilmirdilər? Çünki belə bir təbiətin qanunu var idi. İnsanı ən aşağı səviyyəyə salmadan, yəni ən aşağı egoist səviyyəyə. Yəni onlar həqiqətən ən aşağı səviyyəyə çatdılar. Yaxınını özün kimi sev, hansı ki birinci məbədin vaxtında idi və sonra dərhal həmin bu səviyyədən enməyə başladılar. Yaradılışın əslində proqramı da belə olmalı idi. Amma onlar bu səviyyəni qoruyub saxlaya bilmədilər, yəni bacarmadılar. Və o vaxt xalqın başında duran müdriklər, Senrion və s. əslində onlar qərar verdilər ki, biz tədricən bu işi buraxacağıq. Yəni biz xalqı bu cür səviyyədə tuta bilmirik. O nə fiziki cəhətdən hazırdır, nə də ruhani cəhətdən buna qadir deyil. Və buna görə də tədricən hər şey elə səviyyəyə endi ki, ruhani qanunlar əvəzinə onları yer üzündəki qanunlar üslubunda əməlləri yerinə yetirməyə başladılar. Yəni, onlar hansız dünyəvi əməllər şəklində hərəkətlər etməyə başladılar. Yəni, əgər mən səni sevirəmsə, bunu hədiyyə şəklində göstərirəm. Əgər səninlə birlikdə nəsə ümumi bir şey yaratmağa hazırlaşıramsa, onda biz birlikdə nəsə ümumi bir şey yaradırıq. Daxili hisslərimizə daxil olmadan, xaricə və s. Yəni, insan özünü islah etmək əvəzinə bunun yerinə gedib çaylarda yuyunurdu, özünü təmizləyirdi güya ki və s. Yəni hər şey daxili tələblərdən, yaxınını özün kimi sev qanunun yerinə yetirilməsindən, yəni öz egoizminin üzərinə qalxmaqdan daha çox belə xarici hərəkətlərlə keçir. Vinakur, belə bir yüngülləşdirmə elədilər. Laytman, əlbəttə, xarici hərəkətləri yerinə yetirə bilərsən. Bununla da daxilində istədiyin kimi qala bilərsən. Və beləliklə tədricən xalqın bir qismi bu cür xarici hərəkətləri yerinə yetirməyə sürükləndi. Hansılar ki, onları da əmirlər adlandırırdılar. Çünki bu xarici əməllər də sanki bir surət idi. İnsanın ürəyinin qatı ilə yerinə yetirilməli olduğu ruhani hərəkətlərdən uzaq.
və kabbalistik kitablarda da belə yazılır və bu cür tələb olunur insandan. Bunu bütün ürəklə yerinə yetirmək lazımdır. Necə ki deyilmişdi, ürəyinin üstünə yaz. Buna görə də Kabala Tövratın daxili hissəsi adlandırılır. Bugün öyrənilən və yerinə yetirilən isə Tövratın xarici hissəsidir. Yəni o, insanı yaxınını sevməyə can atmağa məcbur etmir. Sadəcə öyrənməyə, maddi şəkildə yerinə yetirməyə yönəldir. Bax, biz bu hala yuvarlandıq və buna görə də bugün biz bu dövrün hamısından keçdikdən sonra təbiət qanununa görə qalxmağa başlamalıyıq. Elə deyil ki, bunu özümüz uydururuq. Yenidən bu əmrlərin xarici yerinə yetirilməsindən onların daxili yerinə yetirilməsinə qalxmağa başlamalıyıq. Yəni həqiqətən də yaxınını özün kimi sev şərti bizim şüarımız, ideyamız olmalıdır. Və o sadəcə bizim bütün əməllərimizdə formalaşdırıcı məna kimi olmalıdır. Vinakun, bəs bugün insan buna dözər, o vaxt dözə bilmədi. Bəs bugün dözə bilər? Lightman. Bugün artıq çıxış yolu yoxdur. Biz artıq bütün hazırlıq işini gördük ki, tədricən yaxınını özün kimi sev prinsipini aramızda reallaşdırmağa başlayaq. Yəni bir-birimizlə kiçik qruplarda, onluqlarda birləşməyə başlayaq. Musa kimi Misirdən çıxışda biz də eləcə. Buna görə də biz bunu öz qruplarımızda etməyə çalışırıq və bunu bütün bəşəriyyətə göstərməyə və öyrətməyə çalışırıq. Və mən çox ümid edirəm ki, bu belə də olacaq.